Bismillahirrahmanirrahim. Səslərimizi eşidənlərə, sözlərimizi duyanlara səmimiyyətlə salam deyirəm. Bu kutlu, müqəddəs günü, Qurban bayramını Şəmsi ilinin 1401-ci ilində, Qəməri ilinin 1443-cü ilində sizlərə, bütün möminlərə, özəlliklə Türk müsəlmanlarına ürəkdən təbrik edirəm. Çox çalışdım İslamlıq və Türklüğün 17-ci hissəsini Qutadğı biliklə bağlı bəhsləri davamlandıram. Amma qurbanlıq Türkün, İslamın, Mövlananın, onun ilgisi Təbriz məktəbinə elə sözün avsarını, yancıdarını mənim əlimdən aldı. Daha bu gündən, bu münasibətdən təhcə bir kutlandırmaqla vaz keçmək olmaz. Qurban kələməsi zahirdə ərəbcədə olsa, amma etimologlar bizə deyirlər, xurbanlu, aşuri, babili kələməsindən ərəbcəyə daşınıbdır. Yaxınlaşmaq anlamını daşıyır. Türkün usturələrində qurbanlıq ya toqum iki cürəymiş. Qanlı qurban, qansız qurban. Qanlı qurban heyvanlıq qurbanıdır. Şaman düşüncəsində 4 heyvan, it, at, qoyun, toyuq, 4 ünsürlərlə su, torpaq, yel, od olan ruhlarla ilgisiz deyil. Heyvan qurbanlığında heyvan erkək olmalıdır. Ata-babalarımız deyiblər, dişi heyvandan qurbanlıq olmaz. Dana, qoç, erkək at qurbanlıq olubdular. Qurbanın sümüklərini yer altında öt bastır eləmək ya onun sümüklərini qayın ağacdan aslandırmaq qurbançılığın davamıdır. Qansız qurban həmən nəzirdir. Qayın ağacına parçalar bağlamaq, qollara yaşıl parçanı bağlamaq, çeşitli yeməlilər, içməlilər paylaşmaq qansız qurban sayılırdı. Sonralarda tühlərin törəsində buğdadan, düyüdən ayrı pay vermək hələ-hələ analarımız açan süfrələr fərqli adlarla Əbülfəz Rüqəyyə adında olan qansız qurban sayılırdı. Türkün usturələrində tarixdən qalan düşüncə törə, dəb, ənənə paltarı geyibdir. Dədə Qorqud nağıllarında Dəli Dümrülün Allahla danışması, güləşməsi, Yəqub Peyğəmbərə tay, Tövratda gələn kimi Əzrailin can axtarması, Dəli Dümrülə təhcə xanımı canını verməsi, qadının yüksək mövqiyyətindən əlavə bir fərqli qurbanlıq anlamını daşıyır. Vildorant təməddün tarixində yazırdı, bir aşamda Nil çayı aşıb daşmamaq üçün gözəl qızları bəziyib, qayiqə mindirib, Nil çayının dərin yerlərinə tullayırdılar. Nil tanrısının coşmasının qabağını belə alırdılar. Belə işlər, insan qurbanlığı Türkün usturələrində, tarixində olmayıbdır. Qur'an da insan qurbanlığına simgəli son qoyubdur. Surə-i Saffatda Həzrəti İbrahim oğluna belə deyir. Qalə ya bunəyyə. Həzrəti İbrahim dedi, mənim istəməli balam. Enni ərə fil mənam. Mən yuxuda görmüşəm. Ənni əzbəhukə. Sənin başığı kəsirəm. Fənzur maza tərə. Bax görüm sənin nəzərin nədir? Qalə ya əbəti. Oğlu dedi, mənim atam. Ef'əl mə tu'mər. Necə əmr olunubdur, eylə elə. Sətəciduni inşaallah minəs sabirin. Tanrı istəsə çox çəkməz, sən məni səbr edənlərdən, dözümlülərdən görəcəksən. Mövlananın düşüncəsi Qurban bayramına fərqli bir düşüncə sayılır. Mövlana deyir, sən bir qondarma kimliyin, tərsə düşüncən vardır. Sənə onu yerləşdiriblər, səni onunla doldurublar. İstər istəməz sən ona maliksən.
sənin davranışığını, toplumsal əxlaqını o müəyyən edir. Hər zaman o qondarma kimliyi, yalançı hoviyyəti, tərsə düşüncəvi yandırsan, qoyub yerə başını qoyun kimi kəssən, bir yeni hoviyyət, kimlik, doğru, düzgün düşüncə yenidən qursan, özündə bir böyük dəyişiklik, yüksək bir devrim yaratsan, sən Qurban bayramındasan, sən belə bayramı, belə təcrübəni, belə kutsal ləhzəni dadmısan, onda yaşamısan. Axı kimsə öz İsmailini qurban eləməsə, məna nurunu, iman şəşəsini hazaman dada bilər. Şəms divanında Mevlana belə deyir: Düşmən xişim و یار اون که ما را می کشد غرق دریاییم و ما را موج دریا می کشد. Qondarma kimliyimizin düşməni olmalıyıq. Kimlicin başını kəsənin yoldaşı olmalıyıq. Bu dənizdə boğulmalıyıq. Bizi köhnə hoviyyət dənizinin dalğaları öldürməlidir. Dəniz də ölməyəni suyun üzünə çıxartmaz. Dəniz dedim, Ürmü gölünün qurutması yadıma düşdü. Qurudanın əlləri qurusun. Xiş fərbeh minemayi məspey qurban eid kan qəsab aşiqan bəs xub و زیبا می کشد. Bizə verilən qondarma kimlici, hoviyyəti bizlərdə kökləndiriblər, kökəldiblər. İndi vaxtıdır onu Qurban bayramına görə kəsək. Tanrı da aşiqlərin qəssabıdır. Köhnə hoviyyətləri yaxşı, gözəl kəsəndir. O hər zaman yenilik axtarandır. Köhnəliklə yaxşı münasibəti yoxdur. Axı o bədiüs səmavat vəl ərzidir. Həmço İsmail gərdən پیش خنجر خوش بنه در مدزد از وی گلو گر می کشد تا می کشد. İsmail kimi boynunu qoy yaxçı xəncər altına. Boğazını oğurlama. Əgər istəyir kəsə qoy kəssin. İsmailin şücaəti hər zaman Mevlana'nın təhsinini qazanmışdır. Nist İsrail را دست و رهی بر عاشقان عاشقان عشق را هم عشق و سودا می کشد. Aşiqlərə İsrailin əli ayağı yetişməz. Eşq ilə soda aşiqlərin başını kəsəcəkdir. Şəms-i Təbrizi برآمد بر افق چون آفتاب شمعهای اختران را بی محابا می کشد. Şəms Təbriz bir şaman kimi gəldi. İbrahim kimi la uhibb الآفلین deyən kimi gəldi. Mənim işığım var idi, mən vaiz idim, mufti idim, minbərəçixan idim, muridim var idi, dəbdəbə və kəbkəbəm var idi. O gəldi, günəş kimi mənim içərimdə olan qondarma kimlici, tərsə düşüncəni, şəm kimi sızdıran işığı qorxusuz, etinasız külə çəkdi, yandırdı. Mən şəmsidə günəşin gücünü, Qurban bayramının anlamlı, mənəvi təcrübəsini, erfanın dərin qavramını gördüm. Mən qüssəli idim, mən ölmüşdüm, şəmsi gördüm, dirildim. Geriye budam, خنده شدم, مرده budam, زنده شدم. Dövlət eşq آمد و mən dövlət payanده şudam. Eşqin dövləti həmən Şəms-i Təbriz gəldi, məni padarlandırdı. Bir qalarcı, fani olmayan dövlətə çevirdi. دیده سیر است مرا جان دلیر است مرا زهره شیر است مرا زهره تابنده شدم. Şəms Təbriz mənim kimligimi yandırarkən, yeni kimlik mənə bağışlayarkən mənim gözüm doydu, canım gücləndi. Mən indi şerin cəsarəti, aslanın cürəti vardır. Bir böyük parlaq ulduza çevrildim. گفت که تو کشته نی در طرب آغشته نی پیش رخ زنده کشش کشته و افکنده şudam. Şəms mənə dedi, sən ölməmisən, tərəb bacasından baxmamısan, yəni səndə olan qondarma hoviyyət səni şadlığıva, şənliğivə yol verməyibdir. Hələ onu öldürməmisən. Mən bilirdim, Şəmsin üzü dirildəndir. Ona görə mən o qondarma kimlici,
O tərsə düşüncəni onun əli ilə öldürdüm. Goft ki to zirəkəki, mست xiyali و şکی، گول شدم هول şodam və az همه برکنده şodam. Şəms Təbriz mənə dedi, sən o qondarma kimlici hoviyyətivə aldanırsan, belə sanırsan zirəksən. Sənin qondarma kimlicin, hoviyyətin vəhmidən, şəkkidən əlavə heç bir zat sənə vermir. Mən düşündüm, allanmışam, hamıdan ayrıldım. گفت که تو شمع شدی قبله این جمع شدی شمع niyəm cəm niyəm دود پراکنده şodam. Şəms Təbriz mənə dedi, sənin qondarma kimlicin, tərsə düşüncən təhcə bir şəmə oxşayan bir toplumun qibləsi olubdur. Bu topluma günəş gərək, şəm yox. Mən ona dedim, daha şəm deyiləm, toplumbaşı deyiləm. Təhcə mənim içimdə olan o hoviyyəti, kimlici yandır, külə tüssüyə çevir. گفت که شیخی و سری پیشرو و راهبری شیخ niyəm پیش niyəm əmr تو را bəndə şodam. Şəms Təbriz mənə dedi, 3-5 fiqhi qaydalar bilməclə, dayaz savadla özüvü şeyx, başçı, öndər sayırsan. Mən Şəmsə dedim, daha şeyxiyyətdən çıxdım, üzüldüm, sənin əmrivə ey aşıqlərin sultanı, qul oldum. تابش جان یافت دلم وا شد و بشکافت دلم اطلس نو بافت دلم دشمن این جنده şodam. Şəms Təbriz, indi ki sən mənə günəş kimi işılladın, mənim o kimlicimi yandırdın, ürəyim açılıbdır, canım nur sıçradır. İpək paltar geyinmişəm, daha cırcındır paltarları, həmən qondarma kimlici, tərsə düşüncəni tullayıb ona da qarşı-qarşı durmuşam. Belə olur Mevlana Miskər bazarından keçəndə onların tappatup səsi ilə oynayır, arifana qəzəllər söylüyor. Axı özünü tapmışdı, niyə rəqs-u səma eyləməsin? Bir ayrı qəzəldə deyirdi, بیا ای عید اکبر شمس تبریز به دست اینوان مگذار ما را. عید اکبر büyük bayram, yanı qurban bayramı. Şəms Mevlana'nın qurban bayramı idi. Özgələrin İnuan, özgələr, yəni həmən İnuan avsınlamışdılar. Mevlana'nı istiyirdilər. Bunu vaxtında kəssinlər. Amma Şəms vaxtında yetişdi. Şəms Təbriz şəhənşah همه مردان است. ما از آن قطب جهان حجت و برهان داریم. Şəms Təbriz bütün insanların şahidir. Dünya qütbüdür. Biz ondan hüccət و burhan almışıq. Qutb həmən yol göstərən ulduz, irfanda pirlərin yüksək mərtəbəsidir. در عشق شمس تبریز من سلطان تاجدارم چون او به تخت آید من پیش او وزیرم. Mən Şəmsin eşqində taclı bir sultanlığa yetişmişəm. Amma o təxtə çıxarkən mən onun yanında bir vəzir olmuşam. Mevlana'nı Mevlana eləyən iki görüntü məzhər idi. Birisi Şəms idi, birisi də Təbriz idi. Şəms Təbrizin mirası idi. Orada ki deyirdi, هرچه بر افلاک روحانی است از بحر شرف مینهد بر خاک پنهانی جبین Təbriz را. Hər nə ruhani, mənalı şeylər əflakda, mənə əladə var idi, şərəf ilə gizlicə Təbrizə səcdə gətirirdir. Onun alnından öpürdü. Mevlana tərsə düşüncəni, qondarma kimlici, yalançı hoviyyəti yandırarkən Şəmsdən nur ilə məna, Təbrizlə ruh ilə can alırdı. Mevlana Təbrizə bir birləşdirən hoviyyət, coğrafiya, milli düşüncə baxırdı. Mevlana Təbriz deyəndə bütün Türkistanı düşünürdü. Sözün sonunu bu hissədə 2 beyt ərəbcədə Mevlana'dan, Şəms divanından Təbrizlə bağlı qurtarırıq. أصبحت تبریز عندی قبلة او مشرقا ساعة از حال نور ساعة ابغ الصلا. Təbriz mənim yanımda, mənim inancımda, mənim qibləməyə çevrilibdir. Təbriz məşriqdir, məğrib deyil. Onun ləhzələrində yuxudan oyanıb mən namazı axtarıram. Əynə bəhrin fuccərət min ərz Təbrizin ləhə ərz Təbrizin fədakə ruhuna ni'məssərə.
dənizə oxşar pinar bulaq Təbrizdən coşubdu. Ey Təbriz, ey mənim ruhum, sənə fəda, sən necə yaxçı yurtsan. Sağ olun, gələn görüşə qədər.